Salam əziz şagirdlərim, xoş gördük sizləri. Bugün sizlərlə faiz nisbət tənasüb bölməsinə baxacağıq. Dim toplu 2025 faiz nisbət tənasüb. Gəlin başlayaq. İlk bölməsinə baxırıq. Nisbət tənasübün xassələri, düz və tərs mütənasiblik bu bölməyə. Deməli, gəlin başlayaq. Deməli, ilk tənasübün orta hədləri. Tənasübün orta hədləri 24 və 18, kənar hədlərdən biri 27-dir. Kənar hədlərdən birini yazıram 27. Digər orta həddə yazıram 24. Bərabərdir. Digər orta həddə 18-dir. Yazıram 18. Bölünsün. Digər kənar həddi bilmirəm. X. Bax, bunlar orta hədlərdir. Bunlar ortadır. Bunlar da kənardır. Dedik tənasübü düzəltdim. Biz dərs zahatında dedik ki, tənasübün əsas xassiyəsi budur ki, tənasübün kənar hədlərin asili orta hədlərin asilinə bərabərdir. Yəni 27 vurulsun x kənar hədlərdir. Bərabərdir 24 vurulsun 18. Buradan 27, 18, 9'a əxsar aparıram. Burada 3, burada 2. 3 ilə 24'ü 3'ə aparıram. Burada qalır 8. 8'i 2'yə vuranda 16. Deməli, doğru cavab 16 Y variantı. 2 bundan eynidir. Geçdim 3'ə. 9 saata 42 detal hazırlayır usta. Bəs 28 detalı, bax detalın altından yazıram. Burada detaldır, burada da. Neçə saata hazırlayır? X saata. Düz mütənasiblikdir. Saat artdırsam ustanın gördüyü iş də artır. Ona görə çarpaz vururam. 9 vurulsun 28 bölürəm 42'yə. Bunlar 7'yə xısar gedir. Burada qalır 6, burada qalır 4. 9'un 6 3'ə xısar gedir. Burada qalır 2, burada qalır 3. 2 ilə 4 2'yə xısar gedir. Burada qalır 2. 3'ü 2'yə vururam 6. Deməli 6 saata. Keçək 4'ə. 4'te deyir ki 600 ədədi 3, 4, 5 ədədlərlə düz mütənasib hissələrə bölünmüşdür. Biz hissələri 3, 4, 3x, 4x, 5x olmasını yazırıq. Cəmləyirik. Hissələrin cəmi mənə verir 600'ü. 7, 12x bərabərdir 600'ə. X də bərabərdir 50'yə. X 50 isə ədədlərim 3x, 4x, 5x'dir. 150, 200 və 250 olur ədədlərim. Kiçik ədəd soruşur. 150. Doğru cavab B variantı. 5 bundan eynidir. Keçirəm 6'ya. Deyir ki, gücü eyni olan 6 nasos hovuzu 8 saata doldurur. Hovuzu 3 saata doldurmaq üçün bu nasoslardan neçəsi lazımdır? Tənasüb. Çarpaz vururam. 3 vur 6 bölünsün 8. O da 1. Deməli, düz dedik. 3, 6, 18. Ay, üzr istəyirəm. 3 vur 6, 18. 18 böl 8. Deməli, uşaqlar, bax, hovuz. Burada tərs mütənasiblik var. Burada səhv getdi. Deməli, buradan düz gəldik. Deməli, 6 nasos doldurur 8 saata. Mən soruşur ki, bəs 3 saata doldurmaq üçün nə qədər lazımdır? Saatı azaldır. Daha tez dolsun deyə mən ora qoşduğum nasosların sayını artırıram. Nasosların sayını artırıram, amma dolma saatı azalır. Deməli, burada nə var? Tərs mütənasiblik var. Tərs mütənasiblik olanda çarpaz vurmurduq da. X bərabərdir 6 vur 8 böl 3. O da 48. 48 3'ə böləndə 16. Deməli, 16 nasos lazım imiş. 7 də eynidir. Keçirəm 8'ə. 8'də deyir ki 5 bölünsün 4K bərabərdir 6 bölünsün 5N bərabərdir 7 bölünsün 6M. Bunlar bir-birinə bərabərdir. M'in K'da müsbət ədədlərdir. Bizə müqayisə edir. Bax uşaqlar. Bunlar bir-birinə nə vaxt bərabər olur? Bu 5'də 4 olsa, yox. Bunlar hamısı məsələn deyirəm. 1 eləyərəm bunları. 1 eləmək üçün buranı 5 böl 5 eləyim. Buranı 6 böl 6. Buranı da 7 böl 7. Bura 5 böl 5 olmaq üçün məxrəc 5 olsun istəyirəm. Bərabərləşdirməyə çalışıram da bunları 3'də 1 olsa bir-birinə bərabər olacaq. Məxrəci mən 5 eləmək üçün 4'ü vurmalıyam 4'də 5'ə ki 4'dən ixtisar getsin məxrəcdə qalsın 5. 5'də bu 5'ə böləndə versin mənə 1'i. Deməli K'nın yerinə mən yazdım 5 böl 4. Keçirəm ikinciyə N'in yerinə. N'in yerinə 6 bölünsün 5 yazıram ki onu 5'ə vuranda 5'də ixtisar getsin qalsın 6. Yuxarıdakı 6'ını da aşağıdan aldığım 6'ya böləndə versin mənə 1'i. Keçirəm M'ə. M də 7 bölünsün 6'dır ki, buradakı 6 ilə ixtisar getsin, qalsın 7. 7'ni də 7'yə böləndə mənə versin 1'i. Hər biri 1 olsa, ortadakı bərabərlik şərti ödənmiş olacaq. Deməli, K, N oldu 6 böl 5, M oldu 7 böl 6. İndi bu ədədləri müqayisə edirəm. Mənə K, N, M-in müqayisəsi soruşur.
Deməli 5 böl 4, 6 böl 5, 7 böl 6. Məxrəclərini bərabərləşdirirəm ki, sürətləri müqayisə edə bilim. 4-ə 5-ə 6-ya ortaq məxrəc 120-dir. 4-ü nəyə vursam 120 eləyər? 30-a. 30-a vuranda yuxarında 30-a vurmuş oluram. Aşağı oldu 4-ə vuranda 120. Oldu 150 bölünsün 120. Bu oldu M. Keçdim N-ə. Burada 5-i nəyə vursam 120 olar? 24-ə. 5 24-ə vurdum 120. 6-ını da 24-ə vururam 144. Bu da oldu N. Keçirəm K-ya. 6-ını nəyə vursam 120 olar? 20-yə. 6-ını vuranda 7-ni də 20-yə vururam. Yəni də 140. 120-də 140-da oldu K. İndi məxrəclər hamısında bərabərdir. 120-dir. Surətlərə baxıram. 140, 144, 150. Ən böyük hansıdır? M. Daha sonra N. Daha sonra K. Doğru cavab Y variantı. 9 da eynidir. Keçək ona. Uşaqlar onda deyir ki, A və B müsbət ədədlərdir. A-nı 4 dəfə azaldıq, B-ni 3 dəfə artırsaq C necə dəyişər? Bax, dəfələrlə demişəm, surət kəsrin qiyməti ilə, yəni C ilə düz mütənasibdir. Amma məxrəc kəsrin qiymətlə tərs mütənasib asılıdır. Sürət artanda artır, azalanda azalır, amma məxrəc artanda azalacaq, azalanda artacaq. Aydındır. İndi keçirəm. Deyir ki, mənə A-nı 4 dəfə azaltdım. A yuxarıdadır. A-nı 4 dəfə azaltsam C-dən neynədir? 4 dəfə azaldı. Əlimdə 4 dəfə azalma var. Qalsın qıraqda. Deyir ki, B-ni 3 dəfə artırıram. B məxrəcdədir. B 3 dəfə artırsa, C 3 dəfə azalacaq. 3 dəfə də azalma gəldi. 4 dəfə azalma, 3 dəfə azalma. Dəfədir, verir mənə 12 dəfə azalmanı. 11 də bunun eynidir. Özünüz yazarsınız. Keçək 12-yə. Deyir ki, 12-də 2 və 4 ədədlərlə düz mütənasib. 2x-la 4x-la düz mütənasib olan 2 ədədin cəmi 18-dir. Bu ədədlərin hasilini tapın. 6x 18 isə x 3-dür. Onda 2x 6-dır. 4x da 12-dir. Hasil də verir mənə 72-ni. C variantı. Keçdim 13-ə. 13-də belə bir şərt verir. A plus B plus C təmin tap. Deyir. Bax uşaqlar, biz bu tip misallarda A-nı 2x, B-ni 3x, C-ni 4x götürürük. Olur 2x üstə 3x üstə 4x. Üstə gəl yazmaq. Çünki burada üstə gəl verməyib. Hasilini verib. Vurulsun verib ABC-ni. Vurma da sistemine bax, vurma kimi. X yazmışam, oxşuyur. Bərabərli 24-ə. 2-ni 3-ə vurdum 6, 6-ın 4-ə 24. X-i x-ə vurdum x kvadratı, x-ə də vurdum yəni x kubu. Bərabərli 24-ə. X kubu bərabərdir 1-ə. X də bərabərdir 1-ə. X 1-dir. Onda 2x eləyir 2, 3x eləyir 3, 4x eləyir 4. Məndən cəmini istəyir. Cəm verir mənə 9-u. 14 də bundan eynidir. Keçək 15-ə. Deməli 0,1 y bölünsün x minus y. Bərabər 0,5 bölünsün 2,5-ə. Y-in qiymətini ayırsa verib mənə ki, y 2,3'də 1. Avtomatik çevirirəm onu. 2 3 6 üstə 1 7. 3'də 7 vurulsun. 3 2 6 üstə 1 7. 2-də 7-dir. Tərsinə çevrilir bölməliyə. Yazılır 7'də 2. Üstə gəl 1,3'də 1 yəni 3'də 4. Çevirdim bunda 3'də 4. Bərabərdir. 7'lər getdi. Qaldı 3'də 2. Üstə gəl 3'də 4. Verir mənə 3'də 6'nı. Bu da verir mənə 2'ni. Deməli y 2'ymiş. Gətirirəm y-in yerinə 2 qoyuram misalda. Aşağıda olur x çıxılsın 2. Bərabər. Yuxarıda 0,1'i 2'yə vuranda edir 0,2. Burada vurdum 2'yə. Burada vurdum 2'yə. Bərabərdir 0,5, 2,5. 2,5 ilə bu gedir. Burada qalır 5. 5 0,2'yə vururam bu şəkildə. Burada 1 qalır yerində. Verdi mənə 1'i. 1 bərabərdir. X minus 3'ini də 1'ə vuranda edir x minus 2. Onda x bərabər olur 3'ə. Doğru cavab A variantı 16'da bundan eynidir. Keçdim 17'yə. 17'də deyir ki, uşaqlar 15 traktor, altta 5 hissəsini tarlanın 4 saat aşımlayır. 9 belə traktor, həmin tarlanın 4'də 3 hissəsini neçə saata aşımlayır. Bu tür misalların sizə asan yolunu öyrədirəm. 3 şərtli də. Bax, belə vuracaqsınız.
Bu qayda hər zaman keçərlidir. 3'ün bir-birinə. Aydındır. 15'i vuracaqsınız 4'te 3'e. Onu da vuracaqsınız 4'e. Beraber 9'u vuracaqsınız 6'da 5'e. Vuracaqsınız x'a. Gördünüz çarpazlığı. İndi burada 4'ü 4'e 16, 15'i 3'e 45. Oldu 45 bölünsün 16. Beraber 9'u 5'e 45. 6 məxrəcdə qalır. X da 45'in yanında. 45'də getdi. 16 ilə 6 ixtisar gedir 2'ye. Burada qalır 8. Burada qalır 3. Çarpaz vurulur. 8x bərabərdir 3'e. X bərabərdir 3 böl 8'e. Harda səhv elədik. 15'i vurdum 4'te 3'e. Vurdum 4'e. Düzdür. 9'u vurdum 6'da 5'e. Vurdum x'a. Düzdür. 15 vur 4'te 3. 15 3'e. Ay. Səhvimizə bax. Uşaqlar. 4 ilə 4 ixtisar gedirim. Mən necə 4'ü 4'e vurub 16 yazmışam. Hesablama səhv. 15'i vururam 4'te 3'e. Vururam 4'e. 9'u vururam 6'da 5'e. Vururam x'a. Bura qədər düzdür. Bu 4 ilə bu 4 ixtisar gedir. Biz götürüb yazmışıq ki 16. 15'i 3'e vurdum 45 bərabərdir. 9'u 5'e 45. Yanında da x ilə bölünsün 6. 45'lər ixtisar gedir. X bərabər olur 6'ya. C variantı. Geçtim 18'e. İlk 18'de A bölü B 2 3'tür. A bölü B bərabər 2 bölüşdü. Bax bunlara diqqətlə baxın. Bayaqlar biz bərabərlədik də A-nı 2'ye, 2x'a. B-ni də 3x'a. Burada da B öz qarşısındakine bərabərdir. B 4x'a, C 5x. Bax uşaqlar, bir-birində 3x, birində 4x ola bilməz. Hissələr bərabər olmalıdır. Onda mən bunları bərabərləşdirməliyəm. 3 ilə 4 ortaq məxrəc nədir? 12'dir. Bunu 12 eləmək üçün vuracam 4'e. Bunu 12 eləmək üçün vuracam 3'e. Təbii ki, bunu vururamsa, bunu da vuracam 4'e. Burada bunu vururamsa, bu 5'i də vuracam 3'e. Onda yeni qiymətlər. 2x 4'e vuranda A olur 8x, B olur 12x. Məqsəd B'ləri bərabərləşdirməkdir. Burada B olur 3'e, olur 12x. C də 5 3'e, 15x. Artıq aydındır. A 8x'dir, B 12x'dir, C 15x'dir. Mənə deyir ki, B kvadratı minus A kvadratı bölünsün C kvadratı minus B kvadratını hesabla. Bərabərdir. B necədir? 12x. 12x'in kvadratı 144x kvadratı çıxılsın. A 8x'dir kvadratı 64x kvadratı. C kvadratı 15'dir kvadratı 225x kvadratı çıxılsın. B yəni 144x kvadratı. Bərabərdir. 144'ten 64 çıxıram, qalır 80 x kvadratı. 225'ten 144 çıxıram, qalır nə? 1 81 olacaq da. 81 x. Bəli, 81 x kvadrat. Burada da kvadrat. 81'də 80 x kvadratlarda ixtisar gedir, qalır 81'də 80. Deməli uşaqlar, mən 19 ilə 20-ni hissəsi bağlayıb izah eləmişəm. Bunu yenidən izah eləyim. Deməli 19 ilə 20-də. 19'da deyir ki, hər bölgüyə eyni vaxt sərf etməklə taxta parçasını 3 hissəyə ayırmaq üçün 4 dəqiqə lazımdır. Deməli 3 hissəyə ayırıb. 3 hissəyə ayırmaq üçün uşaqlar neçədən kəsim aparıram? Bax, bu taxta parçamdır. Elə gözəl də izah eləyirdim ki, sizin üçün. 3 hissəyə ayırmaq üçün 2 dənə kəsim aparmaq lazımdır. Biri burada, biri burada. Taxta 3 yerə bölünmüş oldu. 1, 2, 3. Deməli 3 hissəyə ayırmaq üçün 2 kəsim lazımdır. 2 kəsimə 4 dəqiqə vaxt gedir. Onda bir kəsimə 2 dəqiqə vaxt gedir. İndi mənə deyir ki, 6 hissəyə ayırmaq üçün. 6 hissəyə ayırmaq üçün uşaqlar onda 5 kəsim aparacaq. Bax 1, 2, 3, 4, 5, 6 hissəyə ayırıb. Amma 1, 2, 3, 4, 5. 5 kəsim aparır. 5 kəsim aparır. Bir kəsimdə 2 dəqiqə isə 5 kəsim olacaq 10 dəqiqə. Sonra digər 20-də A bölü B bərabərdir C bölü D, o da bərabərdir K-ya. Bunu ayrı-ayrı bərabərlədim. A bölü B-ni K-ya bərabərlədim. C bölü D-ni K-ya bərabərlədim. Buradan A bərabərdir BK-ya, C də bərabərdir DK-ya. Apardım yuxarıda yerlərinə qoydum. A-nın yerinə BK qoymuşam, C-nin yerinə DK qoymuşam. BK-nı kvadrata yüksəltmişəm, DK-nı kuba yüksəltmişəm.
Məxrəc də olduğu kimi qalır. Sadəcə 2D kubun kupa yüksəltmişəm. İxtisarlarımı apardım. Qaldı k üstü kvadratı vurulsun k üstü 3. O da deyir k üstü 5. Bir də məxrəcdə 4 qaldı. K üstü 5 bölü 4. Daha sonra keçdim 21'ə. 21'də deyir ki 100 kubmetr havada 22 kubmetr oksigen var. Daha sonra deyir ki uzunluğu bu olan otaqda oksigenin həcmini tapın. Biz otağın birinci həcmini tapmalıyıq. Otağın həcmi də demişik ki 3 ölçüsünün hadisinə bərabərdir. Həcmdə V bərabərdir ABC ilə tapılır. 3 ölçünü vurdum bir-birinə 270 elədi. 100 kubu da 22 isə 270 də x-dır. Biz bilək ki çarpaz vurulur. Olur x bərabərdir. 22 vurulsun 270 bölünsün 100. Bərabərdir. İxtisarlarımı aparım. 0,7. Ondan 22'də 5'ə ixtisar geçsin. Burada qaldı 5. Burada qaldı 11. 11 vur 27 böl 5. Bərabərdir. 11'i 27'ye vurup 5'e böləndə 297. 297'de 5'e bölürəm. 29'u 5'e böldüm. 5 dəfə 5 5'e 25 çıxdım. 4 47. 9 dəfə 9'u 5'e 45 2. 0 attım arxasına 20'de 5 4. 59 tam onda 4 kubmetr oksigen var. Aha, devam edirik. 22 ilə. Deməli ki 22'də tənasübün orta hədlərinin cəmi. Tənasübün orta hədlərinin cəmi. Belə deyək də. Belə yazılır da tənasübün. Kənar bölünsün orta bərabərdir. Kənar 1, orta 1, orta 2, kənar 2. Aha, orta hədlərinin cəmi orta 1 üstü orta 2 bərabərdir 11'ə. Və kənar hədlərin hasili kənar 1 vurulsun kənar 2 bərabərdir 6 olarsa tənasübün orta hədlərinin kvadratları cəmini tapın. Orta hədlərinin kvadratları cəmi deyəndə, yəni ki orta 1 hədlərinin kvadratları cəmi. Kvadrat üstə gəl orta 2'nin kvadratı. Bu da belə hesablanır da orta 1 üstə orta 2'nin kvadratı çıxsın 2 orta 1 orta 2 tutturdu bu müxtəsər bunu tutdu bərabər. Orta 1 üstə orta 2'ni bildim 11'dir kvadratı verdi mənə 121 çıxılsın. Bax uşaqlar biz tənasübün əsas xassəsini demişik ki tənasübün kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir. Yəni kənar hədlərin hasili 6'dırsa elə orta hədlərin də hasili o zaman 6 olacaq. Əsas xassədir bu. Bu oldu 6. 2'ni 6'ya vuranda 12. 121 çıxılsın 12 verir mənə 109'u. Deməli doğru cavab oldu 109. Keçirik. Burada da cevap 59.4 idi. Keçdik. 23 bunda eynidir. 23 özünüz yazarsınız. Keçək 24'ə. 24'də deyir ki A bölü B bərabərdir. C bölü D. Tənasübündə B üstə C üstə D 60'dır. B plus C plus D bərabərdir 60. B bərabərdir 4'də 3 C'yə. C bərabərdir 5'də 4 D'yə. Olarsa A'nın qiymətini tapın. A bərabərdir sualı. Gəlin ilk öncə buradan, bax bunu da C ilə, biz C-ni axtaraq buradan. C var, buradan B yazılıb C ilə ifadəsi. Buradan da D-ni C ilə ifadə edək. Bax B-ni yerinə yazıram 4'də 3 C. C qalsın yerində C. Üstə gəl. Buradan çarpaz vuranda 5C 4D'yə bərabər olur da düzdür. 5C səhv yazdım. 5C 4D'yə bərabər olur. O zaman buradan D nəyə bərabərdir? 5C bölünsün 4. Aparıram D-nin yerinə 5C bölünsün 4 qoyuram. Bərabərdə 60. Keçdim indi bura. Toplayıram ortaqlayıb bir dənə buranı belə yazıram. Ortaq məxrəc 4'dür. 3C üstə gəl. Buranı 4'ə vururam ki 4 eləsin məxrəcim. Üstə gəl 5C bərabərdə 60. 7C üstə 5C elədi 12C. 12C bölünsün 4 bərabərdə 60'a. 60'dan 12 qısa getdi 5. C onda bərabər olur 20'yə. Aha, C oldu 20. Onda C 20'dirsə keçirəm digərlərini tapa bilərəm. B 4'də 3C idi. B bərabərdir 4'də 3C. Bax buradaydı düzdür. Bərabərdir 3 vurulsun 20. C-ni 20 tapmışam. Böl 4. 20'dən 4 getdi 5. 3'ü 5'ə 15. Daha sonra
D'ni tapa bilərəm. D 5C böl 4 idi. 5 vurulsun 20 böl 4. 20 ilə 4 getdi 5. 25. Deməli B'nin C'nin D'ni bilirəm. İndi bu tənasübdən mən tapacam A-nı. A bölünsün B. B neçədir? 15. Bərabərdir. C bölünsün D-yə. C 20'dir, D 25'dir. 20 bölünsün 25'ə. A-nı tapmaq üçün çarpaz vururam. 15'i vurub 20'yə bölürəm 25'ə. 5'ə aşağı gedəndə 5, 3, 20'ni 5'ə bölündə 4, 4 3'ə 12. Deməli doğru cavab 12. Əminəm ki, aydındır. Sonra keçirəm 25'ə. 25'də bir işi 6 nəfər hər bir gündə 5 saat işləməklə 10 günə yerinə yetirir. Deməli 6 nəfər hər bir gündə 5 saat işləyir, 10 günə yerinə yetirir. Həmin işi 15 nəfər hər bir gündə 4 saat işləməklə neçə günə yerinə yetirir? Bax uşaqlar, 6 nəfər 5 saat işləməklə 30 saata 10 günə yerinə yetirirlər. 30 saat işləməklə 10 günə yerinə yetirirlər. Bir dəqiqə. Deməli 30 saat işləməklə 10 günə yerinə yetirirlər. Bəs bizə deyir ki, 15 nəfər 4 saat işləməklə. 15 nəfər 4 saat işləyəndə 15'i 4'ə vururam nə edir? 60, düzdür? 60 saat işləsələr, onda neçə günə yerinə yetirər? 5 günə yerinə yetirmiş olurlar da. Çünki işlədikləri saat çoxalır. Məsələn, mən buranı 2 saat işləsəm 1 günə yerinə yetirərəm. Amma 4 saat işləsəm yarım günə yerinə yetirərəm. Başa düşürsünüz nə demək istəyirəm? Yəni ki, mən işlədiyim saatı çoxaldıram. İşlədiyim saatı çoxaldanda daha tez yerinə yetirib bitirmiş olacam da, düzdür? O zaman neçə günə yerinə yetirəcəklər? 60 saat işləsələr 5 günə qutaracaq. Əminəm ki, aydındır. Keçək 26'ya. 26'dan az öncə yazdıq. Olsun yazaq. A böl B bərabərdir C böl D. Bu bərabərdir K-ya. Daha sonra deyir 6A çıxılsın P'si. 6B çıxılsın 7D. Bərabərdir K. Məndən istəyir P'ni. Yine eyni qaydada. A böl B bərabərdir K yazım. C böl D bərabərdir K yazım. O zaman A bərabərdir BK-ya. C bərabərdir DK-ya. Aparım qoyum yerinə. 6 vurulsun. A'nın yerinə yazıram BK. Çıxılsın. P vurulsun. C'nin yerinə qoyuram DK. Bölünsün 6B çıxılsın 7D. Bərabərdir K-ya. 6BK. Buradan nəyi çıxarda bilərəm çölə? K-nı. Düzdür? K-nı çıxartsam buradan çölə. K-nı çıxartsam çölə. Deməli. K-nı çıxardıram ötərizə xaricində. Qalır 6B çıxılsın PD. Bölünsün 6B çıxıq 7D. Bərabərdir K-ya. Bu K-lar getdi. İxtisar. Burada qaldı 1. Onda 6B çıxılsın PD. Bərabərdir 6B çıxılsın 7D-yə. Deməli 6B 7D. Onda bu da 7D olmalıdır. O zaman P nə oldu? 7. Aydındır. Maraqlıdır. Deməli P oldu 7. Daha sonra keçirik 27'yə. Deməli, dik 27'də surətləri 1, 3, 7. 1, 3, 7. Məxrəcləri 2, 5, 10 nisbətində olan 3 müsbət kəsrin ədəd ortası. Bunların bölünə K-atı. 25'də 12'dir. Ədəd ortada tapılır. Toplayıram, sayına bölürəm, düzdür? Toplayıb sayına böləcəm. Ortaq məxrəc 10'dur. O zaman buranı 5'ə vuracam, buranı 2'yə vuracam. Olur 5K üstü 6K, üstə gəl 7K. Buradan 6K çıxdı, 3'ü 2'yə vuranda. Bərabərdir 10'da 18K. 3'ə bölməliyəm də, çünki ədəd ortadırsa toplayıb sayına bölürsəm. 3'ə böləndə 3'də 1'ə vururam. Bərabərdir. Qaldı 10'da 6K.
Deyir ədəd ortası 25-də 12-yə bərabərdir. Onda 10-da 6K tapdım da mən ədəd ortasını. Bərabər deyirəm 25-də 12-yə. Buradan bərabər qoymaq olmaz. 25 ilə 15 ixtisar gedir. Burada qalır 2. Burada qalır 5. 5 ixtisar paranda. Burada 6 ilə 2 gedir. Burada qalır 3. 3 ilə 12 ixtisar gedir. Qalır 4. 5K bərabərdir 4-ə. K bərabərdir 4 bölü 5-ə. O da 4 5'e bölünür 0,8'e. Aha. Deməli K 0,8'dir. Mənim ikinci kəsirim nə idi? 5'də 3 idi, düzdür. 5'də 3'ü vururam. 18 nədir? 5'də 4'ə. O da eləyir 25'də 12. Aha. 25'də 12. Bundan kiçik halda nə salına bilər? Çünki kiçiyini soruşur. Bundan kiçik halda. Yox, məncə bundan kiçik alınmır. Cəmin, nə istəyir mənə? Cəmin. 25 ilə 12-nin cəmin nə verir mənə? 37-ni. Doğru cavab 37. 28 bundan eynidir. 28 özünüz yazarsınız. Geçdi 29'a. Aha. Yine eynidir uşaqlar. Bayaqkindən də bundan yazdıq. Özünüz yazarsınız. Az önce yuxarıda yazdım 26. Gecə 30'a. Aha, 30'da davam edəydim mən uşaqlar. Deyir ki A-2 cəmiyyəti B plus 3 cəmiyyəti ilə düz mütənasib asılıdır. A 14 olduqda B 19'a bərabər olur. A bərabərdə 26 olduqda B'nin qiymətini tapın. Mən A 14 olduqda 14'dən 2 çıxıram 12. B 19 olduqda 19'un üstə 3 22. Deməli bərabər niyə qoydum burada? Deməli deyir ki A 14 olduqda B 19'a bərabər olur və bunlar düz mütənasib asılıdır. Düz mütənasib asılıqda A bərabərdir. B K deyildi. Düzdür. Belə idi də. Onda A minus 2 bərabərdir. B plus 3 olsun bir K'ya. A'nın B'nin yerine bulardı. Buradan K neye beraberdi? A minus 2 bölünsün B plus 3. Burada yerine qiymətlərim var da birincini tapdım 12, ikincisini tapdım 22. Bu da ixtisar gedəndə eləyir 11'də 6. 2 ixtisar gedəndə. Getirəm deyir ki A 26 olduqda 26'dan 2 çıxıram 24. Bərabərdir. B'ni bilmirəm. B vurulsun nəyə? 11'də 6'ya. 24 B'ni buradan tapmak için B beraber neye? 24 bölünsün 11'de 6'ya. Onda B beraberdi. 24'ü 11'de 6'ya bölündə tersine çevirip 6'da 11'e vururam. 4, 4'ü 11'e vurdum 44. Uşaqlar elə də 44. Aha, 44 B plus 3'ün ifadəsi 44'dür. Onda B mənə nəyi verəcək? 41. Demək doğru cavab 41. Keçirəm 31'ə. Deyir ki, cədvəldə mağazanın vitrinində qalan 4 növ meyvənin miqdarı verilmişdir. 4 növ meyvənin miqdarı verilmişdir. Aha. Alma 18 kilogram, armud 36, şəftalı 54, banan 12. Əgər meyvənin miqdarını göstərən dairəvi diaqram qurularsa, armudu ifadə edən sektorun dərəcə ölçüsünü tapın. Bax uşaqlar, hamısı bir yerdə nə eləyir? 18, 36, 54 plus 12 bərabərdir. 2, 4, 6, üstə 6, 12, üstə 8, 20. 0 yazdım 2 hatta. 5 üstə 1, 6, üstə 3, 9, üstə 1, 10, o da ki 12. Deməli 120 kilogram ümumi olaraq nə var? Meyvə var. Bütün meyvələri biz neçə faizlə ifadə edirik uşaqlar? 100% bütün meyvələr. Və məndən armud istəyir. Armud 36 kilogramdır. 36 kilogramında x-dir. X bərabərdir. 36 vurulsun 100 bölünsün 120. Sarma aparıram. Sıfırlar buradan gedir. 36'dan 12 gelir qalır 3. 3 vurdum ona 30. Doğru cavab 30%. 32 də bundandır. Keçdim 33'ə. Deməli 33'də deyir ki, inşa edilməsi nəzərdə tutulmuş 2 çox mərtəbəli binanın eyni miqyasda kiçildilmiş maketi hazırlayın.
Maketlərin hündürlüyü 8 və 12 santimetrdir. İnşa ediləcək böyük binanın hündürlüyü 180 olarsa metr. Kiçiyin hündürlüyü nə qədər olar? Tənasüb neynirəm? Çarpaz vuracam. 8 santimetr olan soruşur məndən. 12 santimetr olan normalda miqyası 180-dir. Bax, belə tapa bilərəm ki, tənasüb bu 12 santimetrdirsə, miqyas olaraq 180 olur. 180 metri kiçildib 12 santimetr qeyd edeyim. Nə qədər kiçildib uşaqlar? 180 metri mən santimetrə çevirsəm, 1 metrim 100 santimetrdir, düzdür? 180 metrin arxasına 2 dənə sıfır atacağım santimetrə çevirəndə. 12 santimetr olub bu qədər. Nə qədər artıb bu? Neçə dəfə artıb? 180 bini 12'ye bölüb tapa bilərəm. Burada qalır neçə dəfə? 18-də 12, 1 dəfə 15 eləyir. 12, 60, 12, 5 dəfə. 2 dənə sıfır düşdü arxasında. 1500 dəfə eləyib artırıb. 1500 dəfə artırıbsa, onda bu da 1500 dəfə artacaq. 8-də 1500 dəfə artanda olur nə? 4 yadda 12, 120. Deməli, oldu nə qədər? 12 min. 12 min santimetrdə 120 metrdir. Düzgün cavab 120 metr. 34 eynidir. 35'e baxaq. Kitablar 1, 2, 3-cü rəflərə onların ümumi sayı uyğun olaraq 1, 2 və 3-cü rəflərə uyğun olaraq 2, 3 və 4 ədədlər tərs mütənasibdirsə 2-də 1 qız, 3-də 1 qız və 4-də 1 qız tərs mütənasiblərə yerləşdirib. Birinci və ikinci rəfdə olan kitabların ümumi sayı, birinci və ikincidə olanların ümumi sayı, üçüncü rəfdə olan kitabların sayından 42 ədəd çoxdur. Yəni, üçüncünün üzərinə 42 gəlsən, birincidən ikinci alınır. Mən deyir ki, bütün kitabların sayını tap. Aha, tənliyimi həll edirəm. 2-də 1 qız, 3-də 1 qız. 2 ilə 3 ortaq məxrəc 6-dır. 6, buranı 3-ə vururam, buranı 2-yə vururam. Edir 6-da 5 qız. Bərabərdir 4-də 1 qız üstə gəl 42-yə. 4-də 1 qız keçirdib 6-da 1 qız. 6-da 5 qızdan çıxıram. Bu tərəfə keçəndə çıxılır da. Bərabərdir 42-yə. 6-dan 4 ortaq məxrəc 12-dir. Buranı 2-yə vururam, buranı 3-ə. 12, 5-i 2-yə vurdum 10 qız. 1-i 3-ə vurdum 3 qız. Bərabərdir 42-yə. 12-də 7 qız bərabərdir 42-yə. 7-dən 42 qısa getdi, burada qaldı 6. X da bərabərdir 12-dən 6-ya 72. Deməli, mənə deyir ki, rəfdəki bütün kitabların sayını tapın. Rəfdəki bütün kitabların sayı olmuş oldu nə qədər? 72 ədəd. Deməli, bu neçə idi? Bu sual 35-ci sual idi. 36-cı sualda, 35-ci sualla eynidir. Bunda siz yazarsınız. Yenə yazmadı. Keçirəm neçəyə? 37-yə. 37-də deyir ki, məhlulda olan 2 maddə bircə dəqiqə deməli faiz 35-ci sualın cavabı 78 çıxıb uşaqlar, ona baxın. Deməli, 35-ci sualda 78 çıxıb cavab nə isə filədik. 6-12 oranda 72 eləyir, düzdür. Heç bir səhvə yol vermədik ki. 2, 3 və 4 ədədlərlə tərs mütənasibdir. 2-də 1 qız, 3-də 1 qız, 4-də 1 qız. Qız. Aha, çoxdur. 6-da 5 qız. Düzdür. Çıxdım 4-də 1 qızım. 12-də ortaq məxrəc. Buranı 2-yə vurdum 10. Buranı 3-ə vurdum 7 qız. Düzdür. Düz bir dənə yoxlayaq ondan, para bir yerinə qoyaq. 72 tapmışam. 2-də 1 qızla elədi nə? 36. 3-də 1 qızla elədi 24. Bir də 4-də 1 qızla ay 72. Deməli
4'də 1. Deməli 1, 18. Aha, cəmləyək. 36 üstə 24 gələndə 60, 18, 78 düzdür. Mən burada 72, hələ ki mən x tapmışam, k-nı tapmışam. Aparıb yerinə qoyub hesabladım. Hissələri tapdım ki, deməli birinci rəfdə 36, ikinci rəfdə 24, üçüncü rəfdə 18 kitab var. Üçü bir yerdə mənə verir 78-i. Keçdik 37-yə. Deyir ki, məhlulda olan 2 maddə, məhlulda 2 maddə var. 2x və 3x nisbətindədir. Əgər bir maddə 5 qram artırılsa, 2x üstə gəl 5 qram. Bu nisbət olur nə? Bu 5x olur, bu da olur 7x. Əvvəlki məhlulda olan maddənin hər biri neçə qram azaldılsa, aha, 7/12 olar. Deməli, 2-3 nisbətindədir. 2-3 nisbətindədir. Ümumi məhlum nə qədərdir uşaqlar? 5x düzdür. Sonra hər bir maddə 5 qram artır. Hər bir maddə 5 qram artırılır. Deməli, gəlin belə eləyək. Deyir ki, 5 artırılsa, nisbət 5 7 olar. Gəlin o nisbəti yazaq. Deməli, belə eləyək də. Buradan yazaq, yeni səfər. Deməli, 2x plus 5 və 3x plus 5 olsa, bunların nisbəti 5/7 eləyir, deyir. 5/7 eləyir. 18 daha gedir də ixtisar orada. İndi gəlin çarpaz vuraq. Çarpaz vuraq. Bu formada. 2-ni 7-yə 14x üstə gəl 7-ni 5-ə 35 bərabərdir. 3 5-ə 15x üstə gəl 5 5-ə 25. Keçirdib çıxsam x bərabərdir. 25-dən 35 çıxıram. Daha doğrusu 35-dən 25 çıxıram. Qalır 10. X-i aldım 10. Əvvəl mənim məhlulumun nisbəti 2x 3x idi. Onda 20 və 30-dur da. Ən əvvəl artırılmamış. İndi mənə deyir ki, əvvəlki məhlulda olan maddənin hər biri neçə qram azaldılsa. Neçə qram azaldılsa. Yəni 20 çıx x və 30 çıx x olsa, nisbət 7/12 olar. İndi çarpazlaya bilərəm. Bəli. 12-ni 20-yə 240 çıxılsın 12x bərabərdir. 37-yə 210 çıxılsın 7x. 12x gəlir bu tərəfə. Olur nə qədər? 5x olur da. Aha, 210 keçir bu tərəfə çıxılır. Olur 30. Onda x bərabərdir. 35-ə bölürəm. 6. Doğru cavab 6. Deməli, bu neçə idi? 37 idi də. Deməli, oldu halda üzr istəyirəm. Keçək 38-ə. 38-də deyir ki, orta ədədlərdən bir digərindən 2 dəfə böyük olan orta ədədlərindən yenə kənar 1 və orta 1 bərabərdir. Orta 2 bölünsün kənar 2 yazaq. Orta ədədlərdən bir digərindən 2 dəfə böyükdür. Onda orta 2 bərabərdir. Orta 1 vurulsun 2. Və kənar ədədlərin hasilini 40%, kənar ədədlərin hasilini 40%. Kənar 1 vurulsun kənar 2. 40%-ni tapanda 40-a vurub 100-ə bölürəm. Orta ədədlərin cəminin 80%-nə bərabərdir. Orta 1 üstə orta 2-nin 80%-nə bərabərdir. Aha. Hər bir ədəd natural ədəddir. Kənar ədədlərin cəminin ala biləcəyi müxtəlif qiymətlərinin cəmini tap. Aha. Bu yüzlər ixtisar getdi. 40-dan 80 getdi. Qaldı burada 2. Deməli 2. Kənar 1 vurulsun kənar 2 bərabərdir. 2 vurulsun orta 1 üstə orta 2. Orta 2 də bərabər nəyə? 2 orta 1-ə. Aparıb yerinə qoya bilərəm. Kənar 1 vurulsun kənar 2 bərabərdir. 2 vurulsun orta 2-nin yerinə 2 dənə orta 1 yazanda burada olur 3 dənə orta 1. 3 orta 1. Yəni kənar 1 vurulsun kənar 2 bərabərdir. 6 dənə orta 1-ə.
Mənə nə deyir? Mənə deyir ki, hər bir həddi natural ədəddir bunun. Hər bir həddi natural ədəddir və deyir neynə? Deyir ki, bu tənasibin kənar hədlərinin cəminin ala biləcəyi müxtəlif qiymətlərin cəmini tapın. Bu hədlərin cəmini ala biləcəyi müxtəlif qiymətlərində cəmin tapmış olacağam. Deməli, nəyi tapacağam? Kənar hədlərin cəmini. Deməli, yazıram ondakinə. Onda yazıram ki, K1 vur K2 6 orta 1 elədim. Bir də uşaqlar, bir də tənasübün əsas xassiyəsinə istifadə edərəm də. Tənasübün əsas xassiyəsinə görə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir, düzdür? Yəni kənar 1 vurulsun kənar 2 bərabərdir, orta 1 vurulsun orta 2-yə. Düzdür? Orta 1 vurulsun orta 2. Mən bir də bilirəm ki, orta 2 orta 1 həddə bərabərdir. Onda kənar 1 vurulsun kənar 2 bərabərdir. 2 orta 1'e vuranda olur orta 1'in kvadratı. 2 orta 1'in kvadratı daha doğrusu. İndi ikisi də K1 K2'də, yəni kənar birlərin hasilidir. Onda bunlar ikisi də bir-birinə bərabərdir. 2 orta 1 kvadratı bərabərdir 6 orta 1'ə. Orta 1'lerin biri getdi, 2'dən 6 getdi. Onda orta 1 bərabərdir 3'ə. Orta 1'i tapdım 3. Orta həddin 1'ini tapdım 3. İkinci orta həddə digər orta həddən 2 dəfə böyükdür. Onda 3'ü 2'yə vururam 6. Orta 2'ni tapdım 6. Bax, mən burada nə yazmışam? Kənar hədlərin hasili bax buna bərabərdir. Bax buna. Onda kənar 1 vurulsun kənar 2'nin hasili nəyə bərabərdir? 2 vurulsun 3 orta 1'ə. Orta 1'im 3'dür. 3'ə vurdum 9, 2'yə vurdum 18. Onda kənarların hasili mənə nəyə verdi? 18'i verdi. O zaman mənə də deyir ki, burada bu hədlərin deməli hər biri natural ədəddir. Hər biri natural ədədsə hasili 18 edən natural ədədlər 1 18, 3 6, 2 9. Müxtəlif qiymətlərin cəmini istəyir. 19, 1'in, 2'nin, 3'ün cəminin, kənar hədlərin cəminin. 1'in 18'in cəmi 19, 3'ün 6'nın cəmi 9, 2'nin 9'un cəmi 11. Mənə deyir ki, bunların kənar qiymətlərinin aldığı cəmini. Başa düşdünüz? O zaman toplayırıq. 19 ise 9, 28. 28'in üstü 11 verir mənə 39. Maraqlı misal idi. Gecə 39'a. Deyir ki, tənasübün kənar hədlərinin hasilinin orta hədlərinin cəminə nisbəti. Tənasübün kənar hədlərinin hasilinin kənar hədlərinin hasilinin orta hədlərinin cəminə nisbəti bərabərdir 4,8. Tənasübün orta hədlərindən birini 2 vahid artırsan, birini 2 vahid artırdıqda, digərini 6 vahid azaltdıqda, orta 1'i 6 vahid azaldıram, orta 2'ni isə, orta 1'i 2 vahid artırıram, digərini 6 vahid azaldıram. Bu nisbət 6 olur. Yazaq. Bərabərdə 6'ya. Verilən tənasübün orta hədlərinin cəmini tapın. Gəl sadələşdirək. Deməli, kənar 1 vurulsun kənar 2'yi birincini sadələşdirir. Bərabərdir 4,8 vurulsun orta 1 üstə. Gəl orta 2. Məxrəcdə, burada ikincidə kənar 1 vurulsun kənar 2 bölünsün. Məxrəcdə 2, 6 nə eləyir? 4 qalır da. Orta 1 üstə orta 2 çıxılsın 4 bərabərdə 6'ya. Bir də mən bilirəm ki, burada hasil olaraq kənar 1'in kənar 2'yə hasili bərabərdir orta 1'in orta 2'yə hasili. Aparıb qoyaram yerinə, kənarları çıxıram. Zaten məndən orta hədlər istəyir. Yuxarıda kənar 1 vurulsun kənar 2'nin yerinə mən gətirib qoyuram orta 1 vurulsun orta 2. Orta 1 vurulsun orta 2 hər ikisində. Burada da. Məxrəcdə də orta 1 üstə gəl orta 2'dir. 4,8. Bunu sadələşdirsəm
Orta 1 vurulsun orta 2 beraberdim. 4 tam 18 vurulsun orta 1 üstə orta 2. Digərində yenə kenar 1 kenar 2'nin yerine qoyuram nə? Orta 1 orta 2. Yazıram ki, buradan yazaq. Orta 1 orta 2 bölünsün. Orta 1 üstə orta 2 çıx 4 bərabərdə 6'ya. Bu 6'ya vurulursa çarpasın. O zaman olur ki orta 1 vurulsun orta 2 beraberdir. 6 vurulsun orta 1 üstə orta 2 çıx 4. Hər ikisi orta 1 orta 2 hasildir. Bunlar birbirine bərabərdir. Bərabərləşdirəm. 4 tam 18 orta 1 vur batıram. 4 tam 18 orta 1 üstə gəl. 4 tam 18 orta 2 bərabərdir. 6'nı vurub açıram. 6 orta 1 üstə gəl. 6 orta 2 çıxılsın. 6'nı 4 elədi 24. Keçirdib sadələşdirsəm. Bunlar o tərəfə. Deməli 6 orta 1'dən 4 tam 18 orta 1 çıxanda qalır. 1 tam 12 orta 1 üstə gəl. 6 orta 2'dən 4 tam 18 orta 2'nin çıxanda. 1 tam 12 orta 2 bərabərdir 24. 1 tam 12'ni çıxartsam. Orta 1 üstə gəl. Orta 2 bərabərdir 24'ə. 24'ü 1 tam 12'ye böləndə 240 12'ye bölürsən elə bil. Eləyir 20. Aydındır. Cavab 20. 40 da bununla eynidir.